Salam hörmətli izləyicilərim, kanalıma da xoş gəlmisiniz. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunun da rezinka hissəsini bir tərs bir düz toxumuşam. Sizin ürəyiniz necə istəyir elə də toxuya bilərsiniz. İlməkləri də 4-4 yığıram. 2 də kənar ilmək yığıram milimin üstünə. Sapım da 100 qramlıq 350 metrəlik sapdır. Bundan da jiletə, jaketə, svitrə, nəyə istəsəz toxuya bilərsiniz. Toxunuşu da çox asan bir naxışdır. İndi bunun üçün belə bir sapımı götürürəm. Qısa formada yığacağım 4-4. 16 ilmək, 2 də kənar ilmək yığacağım. 18 ilmək. Bu 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 ilmək bu naxışı toxumaq üçün bəs eləyir. Buradan da bir düyün atıram, açılmasın. Artıq sapı da kəsirəm. İndi mən burada rezinka toxuyan deyiləm. Bir sıra bura düz üzüdür. Düz üzdən tərs toxuyuram. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri də tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi ikinci sıra tərs üzdən. Buradan da bütün ilməkləri hamısını tərs toxuyuram. Birincini götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən birinci ilməni toxumuram, götürürəm. 3 tərs toxuyuram. 1, 2, 3 tərs. Dördüncü ilməni toxumadan götürürəm. Yenə 3 tərs toxuyuram. 2, 3 tərs. Dördüncünü yenə toxumadan götürürəm. Yenə 3 tərs. 2, 3 tərs. Dördüncünü yenə götürdüm. Yenə 3 tərs. 2, 3 tərs. Bunu da toxumadan götürdüm. Kənarı da tərs toxudum.
İndi tərs üzdən kənar ilməni götürürəm. Bu toxumadığım ilməni yenə toxumadan götürürəm. Sonra 3 düz. 2, 3 düz. Yenə bunu götürürəm. Yenə 3 düz. 2, 3. Yenə bu toxumadığımı götürdüm. 3 düz. Yenə bu ilməni götürürəm. 3 düz. Kənarı da tərs toxudum. İndi düz üzdən kənar ilməni götürürəm. Yenə eyni şeyi təkrar edirəm. 3 tərs, 2, 3 tərs. Bu toxumadığım ilməni bir də götürürəm. Yenə 3 tərs. Bu ilməni yenə götürdüm. Yenə 3 tərs. 2, 3. Bu ilməni yenə götürürəm. Kənarı da tərs toxuyuram. Bu formada. İndi tərs üzdən bütün ilməkləri hamısını düz toxuyuram. Bu toxumadıqlarımı da toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi bura düz üzüdür. Düz üzdən indi bunların yerini dəyişirəm. Kənar ilməni götürdüm. Buradan bir tərs toxudum. Bu 3 tərs var idi. Bu həmin tərslərin bu ortadakini yenə toxumadan götürürəm. Sonra davam edirik yenə olduğu kimi. 3 tərs. Bunu götürdük. Yerlərini dəyişdikdə ortaya saldıq. 2, 3. Yenə də bir götürdüm, toxumadım dördüncünü. 1, 2, 3. Bu dördüncünü yenə toxumadım. 1, 2. Kənarda tərs toxudum. Arxa tərəfdən yenə kənarı götürürəm. Bu düzləri düz toxuyuram. Hansını ki götürmüşdük, toxumamışdıq, onu yenə toxumadan götürürəm. 2, 3. Yenə də bunu götürdüm. 1, 2, 3. 2, 3. Toxumadığımı yenə götürdüm. Bir düz, kənarı da tərs toxudum. İndi burada düz üzüdür. Düz üzdən kənar ilməni götürürəm. Tərsi toxudum. Bunu yenə götürürəm. Yenə 3 tərs, 2, 3 tərs. Toxumadığımı yenə də götürdüm. 1, 2, 3 tərs. Yenə bu ilməni götürürəm. 3. Götürdüm. 1, 2 qalıb tərs. Bir də kənar ilmə toxudum. Tərs üzdən indi yenə kənarı götürürəm, toxumuram. İlməkləri hamısını düz toxuyuram. Toxumadıqlarımı da toxuyuram.
formada belə bir naxış alınır. İndi burada yenə birinci sıradan necə başlamışdıqsa 3 tərs birini götürüb o formada da başlayırıq. Belə bir naxış alınır. Formada. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.